Laparoskopik əməliyyatlar nədir? Nə zaman icra olunur? Laparoskopiya dedikdə kiçik 0,5-1 sm kiçik dəliklərdən xüsusi alətlər vasitəsilə qarın boşluğuna daxil olunaraq qarın boşluğunda icra olunan əməliyyatlar nəzərdə tutulur. Kamera vasitəsilə görüntü monitora ötürülür və cərrah rahat şəkildə cərrahi əməliyyatını monitorda izləyərək icra edir. Əməliyyat hansı xəstələrə daha uyğundur? Göstərişləri bir çox xəstələrdə, xüsusilə xoş xassəli, eyni zamanda həm diaqnostik, həm deməli hər hansı bir müalicəvi cərrahi müdaxilələrdə biz laparoskopik metodu geniş istifadə edirik. Sadəcə olaraq bir nüansı unutmamağınızı hər zaman xahiş edirik. Bəli, laparoskopik cərrahiyə estetikdir, əməliyyatdan sonraki dövrümüz daha rahat keçir və sair üstünlükləri vardır. Amma hər zaman əməliyyatın açıq və yaxud da ki, laparoskopik keçirilməsi bu həkimlə birgə, yəni həkimin verdiyi qərardır. Əsaslandırılmış həkim qərarına hörmətlə yanaşmaq lazımdır. Sağ olun.